Sonra alkenlərin kimyəvi xassələrini izah edirəm. Alkenlərdə xarakterik reaksiya, ümumiyyətlə doymamışlar üçün xarakterik reaksiya birləşmə və polimerləşmə reaksiyalarıdır. Yəni, əgər bir maddədə 2 qat və 3 qat rabitə varsa tərkibində, yəni pi rabitə varsa, onlar üçün xarakter reaksiya birləşmə və polimerləşmə reaksiyası olur. Əlbəttə, istisna hallar olur, istisna hallar var. Birləşmə reaksiyası dedikdə, birləşmə reaksiyası 4 əsas maddə ilə olur. Hidrogenlə, halogenlərlə, xlor, brom, yod, halogen yazar. Hidrogen halogenitlərlə, yəni H-klor, H-brom və su. Və birləşmə reaksiyalarının demək olar ki, hamısı uşaqlar ion mexanizmi ilə gedir. Məsəl üçün, birinci başlayaq hidrogenlə. Ən sadə nümayəndədən götürək, məsələn, etilenə hidrogenin birləşməsi. Ümumiyyətlə, doymamışlarda hidrogenin birləşmə reaksiyasına deyirlər hidrogenləşmə. Hidrogen bir maddədən çıxardırdıqca buna deyirik dehidrogenləşmə. Birləşmə necə baş verir? Dedik ki, 2 qat rabitənin biri sigmadır, biri pidir. Pi rabitə sigma rabitə nəzərən daha zəif rabitədir, yəni tez qırılmağa meyilli rabitədir. Bir rabitə qırılır və hidrogenlər iki dənədir. Görürsünüz, biri bir karbona, digəri digər karbona birləşir. Əmələ gəlir CH3, təhqat rabitə qırılıb, hidrogenin biri 2 idi, biri də gəldi oldu CH3 və əmələ gələn maddə gördünüz etandır, yəni doydu. Doymamış olan etileni biz doymuş olan etana çevirdik. Yəni, belə çıxır ki, belə bir cümlə də qura bilərik ki, 1 mol alkeni doydurmaq üçün neçə mol hidrogen lazımdır? 1 mol, yəni 2 dənə. Ümumiyyətlə, pi rabitənin sayı qədər olmalıdır. Burada bir pi rabitə olduğuna görə 1 mol hidrogen lazımdır. Və bu reaksiya katalitik reaksiyadır, katalizator iştirakında gedir, adi şəraitdə baş verilir. İkinci gəlir halogenlərlə reaksiyası. Halogenlərlə reaksiyası hidrogenlə reaksiyasından fərqli olaraq adi şəraitdə gedir. Xlorla, bromla, xüsusən bromla olan reaksiyası xüsusi əhəmiyyətə malikdir. Niyə? Çünki onların təyini və ya keyfiyyət reaksiyası sayılır. Bütün doymamışlar, alkenlər bromlu suyu adi şəraitdə rəngsizləşdirir. Yəni, reaksiya adi şəraitdə baş verir. Yenə eyni tip, pi rabitə sınır, bromun biri CH2, digər isə digər karbona birləşir. Olur CH2 brom, CH2 brom. Baxın, bu da doymuş dihalogenli törəmədir. Adlandırsaq, 1-2 dibrom əmələ gəldi etan. Yəni, dihalogeni törəmə yaranır. Yenə deyirəm, adi şəraitdə baş verir və alkenlərin təyini reaksiyası sayılır. Üçüncü, hidrogen halogenitlərlə yazaq. Məsəl üçün, H-klorla reaksiyasını yazırıq. Bu zaman yenə eyni proses baş verir, pi rabitə qırılır, hidrogen birinə, xlor birinə birləşir. CH2 hidrogen gəlir, olur 3, təhqat rabitə yazırıq, biri sındı, CH2 xlor və monohalogenli burada törəmə əmələ gəlir. Amma uşaqlar, qeyri-simmetrik alkenlərə H-xlor və suyun birləşməsi Markovnikov qaydasına görə gedir. Qeyri-simmetrik nə deməkdir? Birinci onu aydınlaşdırmalıyıq. Məsəl üçün, baxın, bir dənə alken yazıram, tutaq yazdım propen. Burada 2 qat rabitə olan hissədən böləndə solla sağda görürsünüz simmetriya yoxdur. Yəni, eynisi bir-birini təkrarlamır. Simmetriya nədir? Sol, sağın əksi olsun. Burada simmetriya yoxdur və yaxud başqa bir dənəsin nümunə göstərə bilərik. Tutaq ki, yazaq. Baxın, bu alkeni. Böldüm ortadan, baxırıq ki, bura ilə bura fərqlidir. Və yaxud qısa həm də necə deyə bilərik? Əgər 2 qat rabitə olan rabitənin birləşdiyi karbonlarda hidrogenlərin sayı fərqlidirsə, məsələn, baxın, burada bir hidrogen var, burada 2 hidrogen var. Burada var, bu 2 karbona baxıram, digərlərinə baxıram. Bir hidrogen, burada hidrogen yoxdur. Fərqlidirsə, artıq Markovnikov qaydası ödənir. Yenə deyirik, Markovnikov qaydası hidrogen və halogenə aid deyil. H-xlor və suya aiddir. Bromda, H-brom da götürə bilərik. Məsəl üçün, biz propenə H-xlorun birləşməsi izah edirik. Bu qaydaya görə xlor nisbətən bilirik ki, elektron mənfi hidrogendən güclüdür. Elektronlu şəkil özünə tərəf, nisbətən mənfi hidrogen nisbətən müsbət yükə malikdir. Bu zaman pi rabitə yenə qırılır. Qaydaya görə Markovnikov prinsipinə görə hidrogen gedir. Hidrogeni çox olana, xlor gedir hidrogeni az olan karbona. Söhbət bu 2 karbondan gedir. Burayla bizim işimiz yoxdur. Çünki birləşmə pi rabitə olan yerə olur. Nə baş alınır? CH3 qaldı öz yerində. CH-a xlor birləşdi. CH xlor yazıram. Yuxarıdan birləşsəm, yandan birləşsəm heç bir fərqi yoxdur. Yəni, oralarda çaşmayın. Hidrogen də gəlir, CH2 birləşir, əmələ gəlir CH3. Buna deyirik, Markovnikov qaydasına görə birləşdi. Niyə? Yenə dönə-dönə deyirəm, qeyri-simmetrikdir. Solla sağ bir-birinin əksi olmur. Hidrogenlər fərqli olur.
Bura baxın, burada məsəl üçün suyu birləşdirək. Markovnikov qaydası əlbəttə ki, burada ödənəcək. Çünki, baxın, qeyri-simmetrikdir və hidrogenlər fərqlidir. Hidrogeni çox olana, yəni burada bir dənə hidrogen var, OH isə hidrogeni az olana, burada hidrogen yoxdur. Bura birləşəcək. Maddə necə yazıram? CH3, CH, ora hidrogen birləşdi, oldu 2. Karbon qırıldı var, rabitəni artıq yazmırıq. CH3, burada OH birləşdir və əmələ gəlir spirt. Bunlara bir maddənin ümumiyyətlə su ilə birləşmə reaksiyasına hidratlaşma və ya hidratasiya da deyilə bilər. Yəni bu reaksiya olur hidratlaşma reaksiyası. Ümumi birləşmə reaksiyaları alkinlərin budur. İndi keçirik polimerləşmə reaksiyalarına. Polimerləşmə reaksiyası uşaqlar, poli mənası verir ki, çox deməkdir. Polimerləşmə, yəni polimerlər ümumiyyətlə nisbi molekul kütləsi 5000-dən yuxarı olan elementlərdir. Bunların kütlələri çox iri olur və bir maddənin polimerləşmə reaksiyasına getməsi üçün burada da yenə doymamış olmalıdır. Yəni 2 qat və ya 3 qat rabit olmalıdır. Qısacası pirabit olmalıdır. Məsələn, etileni götürürəm N sayda. Bu N-ə deyilik polimerləşmə dərəcəsi. Yəni sayı müəyyən edir. 5 dənədir, 10 dənədir və ya 100 dənədir. Bu reaksiya yüksək temperatur, təzyiq və katalizator iştirakında gedir. Heç bir adi şəraitdə gedə bilmir. Burada 2 qat rabitə sınır. Baxın, elə bir ki, sınır. 2 yerdən pirabitəni biz böldük. 2 dənə yarımçıq rabitə əmələ gəldi. Bu yarımçıq rabitələri veririk, yan tərəfə yazırıq və N yazırıq. Yəni, bu 10 dənə götürsəm, 10 dənə etilen bir-birinə birləşə gedir və kütləsi iri olan maddələr əmələ gətirir. Ona deyirik monomer. Bu maddə ümumiyyətlə deyirik polimer. Bunun içərisində olan maddəyə deyirik quruluş halqası deyə bilərik, bəzi hallarda manga da deyilir. N-ə isə deyirik polimerləşmə dərəcəsi. Yəni qısacası, məsələn, etan niyə polimerləşmir? Çünki burada pirabiti yoxdur. Başqa bir nümunə yazaq, məsələn, propeni yazıram. Propenin polimerləşmə reaksiyası. N sayda yazıram. Burada uşaqlar yazarkən, axı bu rabitə qırılır. Ona görə mən başlayıb maddəni burada yazanda CH3-dən başlamamalıyım. Rabitə hardan qırılır, oradan başlayıram. Bu qırılır, 2 qat yaranır və yazıram. CH qırıldı, CH2 qırılan bu 2-ni yana verirəm. Axı burada metil var idi, bunu da aşağıya, yuxarı, fərqi yoxdur, yəni belə yazırsınız. N. Propilenin polimerləşməsindən əmələ gəldi polipropilen. Polimerləşmə reaksiyaları burada ilə. İndi keçək oksidləşmə reaksiyalarına. Deməli, bunlarda oksidləşmə reaksiyaları, ümumiyyətlə oksidləşmə deyəndə içərisində yanma və digər oksidləşmələr nəzərdə tutulur. Bütün karbohidrogenlər yandığı kimi alkenlər də yanır. Amma məsəl üçün etilenlə etanı müqayisə eləsək, etilenin yanması göyümlü alovla baş verir. Yəni alov daha aydın alov görsənir. Bunun səbəbi isə oradakı karbonun kütlə payının etana nisbətən daha çox olmasıdır. Bu zaman əmələ gəlir N sayda karbon, 2N-dir, bura N yazırıq, oldu 2N, oksigenlərə baxın, 2N, bu da N, 3N, burada yazacağıq 3N böl 2. Yəni alkenlər də digər karbohidrogenlər kimi yananda karbon qazı və səmini gətirir. Amma alkenlərin oksidləşmə reaksiyası bundan bitmir. Deməli, alkenlər, uşaqlar, kalium permanganatın suda məhlulunun rəngini dəyişir. Bu, onların ikinci keyfiyyət, yəni təyin reaksiyaları sayılır. Bu zaman 2 qat rabitə olan yerə, yəni, baxın, buradadır da, 2 dənə OH qrupbası birləşir. Buna deyilir 2 atomlu spirt. Keçəcəyik etilen glikol, mənfi 70 dərəcədə donan maye, özlü mayedir. Antifriz və sintetik laxsan lifinin alınmasında istifadə olunur. Alınır mangan 4 oksid və kalium OH. Burada mangan 4 oksidin qonur rəngli mangan 4 oksid əmələ gəlir. Amma kalium permanganatın özünün bənövşəyi, özünə məxsus rəngi var. Kalium permanganatın bu da alkenlərin təyini reaksiyası sayılır. Məsələn, mən etilen yox, tutaq ki, götürəm, buten 2 götürək, tutaq ki, bax, buten 2-ni götürüm. Bunu qısacası belə də yaza bilərik, baxın, bax, belə də. Bu formada da yazılsa, bilin ki, bu kalium permanganatın suda məhlul rəngsləşdirmə reaksiyasıdır. Bu zaman yenə 2 qat olan yerlərdən 2 dənə OH ora birləşdirilir. Yəni, əmələ gəlir 2 atomlu spirt. Sonra nə deyə bilərik? Bir də, əgər biz alkenləri, məsələn, etileni, üzərinə atomar oksigen gəlib, belə də yaza bilərik, O2 də yaza bilərik. Gümüş katalizator iştirakında və 150-350 dərəcə Selsiya arasında qızdırsa, bu zaman etilenin oksidi əmələ gəlir. Bu, belə bir birləşmə. Buna deyilir, epoksit də deyilir. Etilen oksidi və ya epoksit də deyilir. Bir də, burada yazıram. Deməli, əgər biz alkenlərin üzərinə oksigen gəlir, platin, palladium, katalitik oksidləşmələrindən aldehid də yaranabilir. Aldehidləri 11-ci sinifdə keçərsiniz. Baxın, aldehidlər də yaranır. Deməli,
Alkenlərin neçə oksidləşmə reaksiyası oldu? 4 dənə vacib yadınıza saxlayırsınız. Birinci yanma, ikinci kalium permanganatın suda məhdud ilə keyfiyyət və təyin reaksiyaları, üçüncü epoksidin, etilen oksidin əmələ gəlməsi, gümüş katalizatora yadda qalmalıdır. Dördüncü isə digər platin, palladium, metal katalizatorların iştirakında oksidləşməsindən aldehidlər əmələ gəlir.